Salam, xoş gördük. Mən Nüfər Həsənova. Deməli, DİM test toplusunda alqoritm bölməsinə aid olan növbəti belə bir suala baxırıq. Sual bu formadadır. N natural ədədi üçün alqoritmin icrasından sonra hansı ifadənin qiyməti hesablanır? Deməli, burada N-i verib, S bərabərdir 0, K bərabərdir 1, I də bərabərdir 1. Burada bax görürsünüz, I kiçik bərabərdir 2n çıx 1. Yəni sonuncu qiymətimiz burada 2n çıx 1-dir. Hə olarsa bu hissə icra olunur. K bir dəfə müsbət, bir dəfə mənfi olur. Gəlin, ümumiyyətlə bu tip suallarda çalışaq, yəni təyinatı və düsturu müəyyənləşdirmək üçün, yəni bunun nə iş gördüyünü müəyyənləşdirmək üçün N-ə özümüzdən çalışaq kiçik bir rəqəm verək. Məsələn, verirəm 5 verirəm, məsələn. Deməli, burada 2n çıx 1 nə olacaq? 2 vur 5 çıx 1, ondan 1 çıxanda 9. Bunu tapdıq. Sonra burada hər dəfə müqayisə edirik i-nə. Deməli, i-miz nədir? I-nin ilk qiyməti 1-dir. 1 kiçik bərabər 9-dan hə. S bərabərdir. S-in ilk qiyməti 0 plus. K-mız 1 bölünsün 1 bərabərdir 1-dir. K dəyişdi oldu mənfi 1. Və I də 2, 2 artır. I-miz 1 idi. Üzərinə 2 gələcəm, olacaq 3. Sonra, deməli, burada, deməli, I-miz 3-dür. 3 kiçik bərabər 9-dan hə. S bərabərdir. S-in son qiyməti 1 idi. Üzərinə əlavə edəcəm. K-mız, yəni mənfi 1, artıq mənfi müsbət. Burada mənfi olacaq. Deməli, 1 bölünsün. I-nin son qiyməti 3 idi. I də artdı. I-miz 3 idi. 3-ün üzərinə 2 gələndə 5 oldu. Deməli, üçüncü. 5 kiçik bərabərdir 9-dan hə. S bərabərdir 1 çıx 1 böl 3. Üzərinə əlavə edəcəm. K-mız, aha, doğrudan burada K-da dəyişdi, müsbət 1 oldu. K da verdik 1 bölün, daha doğrusu sürətdə 1 bölünsün I. I-miz 5-dir. K oldu, dəyişdi, mənfi 1 oldu. I də 2 vaid artdı, 7 oldu. Sonra 7 kiçik bərabərdir 9-dan hə. S bərabərdir 1 çıx 3 plus 1 bölünsün 5. Bu tip suallarda yəni çalışın düsturu açıq şəkildə saxlayın. Yəni həll etməyə ehtiyac yoxdur. Biz təyinatı müəyyənləşdiririk çünki. Deməli, üzərinə burada artıq çıxılsın. Deməli, 1 bölünsün. Deməli, 7. K oldu müsbət 1. I də oldu 9. Və 5-ci. 9 kiçik bərabərdir 9-dan hə. S bərabərdir 1 çıx 1 böl 3, yəni düsturu yazırıq. Çıx 1 böl 7 və üzərinə gəlirəm 1 bölünsün 9. K oldu mənfi 1. Və artıq I də bərabərdir 11 oldu. 11 kiçik bərabərdir 9-dan yox. Bax, dövrdən çıxış baş verdi, düzdür. Bax, burada görürsünüz. Biz N-ə 9 vermişdik, düzdür. N-ə 9 vermişik. Və sonda belə bir ifadə aldıq. Və deməli, burada artıq davam etmiş olsaydı, üzərinə gəlsin, mənfi 1 üstü N plus 1 yazacağıq. Çünki biz N-ə 9 vermişdik, düzdür. 9-un üzərinə 1 gələndə 10 eləyir. Mənfi 1 üstü 10 da, yəni cüt ədəd olduğu üçün onun qüvvəti müsbət etmiş oldu, gördünüz. Və bölünsün. 2n çıx 1. Biz N-ə 9 vermişdik, yəni sonda da 9 aldıq. Deməli, 2n çıx 1 olacaq məxrəcdə. Deməli, cavabımız olacaq burada E bəndi. Cavab olacaq E bəndi. Sualın izahı ilə bağlı nəsə qaranlıq məqam olsa, rəy bölməsinə yaza bilərsiniz, cavablandıracağım. Dərslərimizlə bağlı ətraflı məlumat əldə etmək istəsəz 050 515 73 66 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.